Hər vaxtınız xeyir. Bill Məclisinin deputatı Səyyad Aranın yanlış ifadə səsləndirməsi hər birimizə məlumdur ki, o məşhur ifadə bundan ibarətdir ki, əgər bir insan 300-400 manat maaş alırsa, ali təhsil almayıbsa, o elə kasıb da yaşamalıdır, acından ölməlidir. Baxın, ifadə lakanik şəkildə səsləndirsək bundan ibarətdir. Və mən heç də həmin sırf o fikir haqqında, o ifadə haqqında fikir yürütmək düşüncəsində deyiləm. Mənə sadəcə bir məsələ maraqlıdır. Niyə 125 deputatımızın böyük əksəriyyəti, baxın 125 deputatımız var və onların böyük əksəriyyəti gündəmə gəldikləri zaman ya öz işlərinin öhdəsindən gəlmədikləri ilə, ya normal bir ifadə səsləndirmədikləri təqdirdə, ümumiyyətlə absurd fikir səsləndirdikləri təqdirdə gündəmə gəlirlər. Və bunun qarşısı alınmır. Amma əksinə mütləq bir şəkildə bunun qarşısı alınmalıdır. Çünki Milli Məclis, parlament qanuna uyğun olaraq da, ümumi fikrə baxanda da, dünya ölkələrinin parlamentləri ilə müqayisə olunduqda belə çox böyük bir səlahiyyətlərə malik olan, çox böyük bir dövlət strukturudur Milli Məclis. Yəni xalqın, 10 milyonluq Azərbaycan xalqının nümayəndələri həmin Milli Məclisdə toplaşır. Və Milli Məclisdə, bizim Milli Məclisdə müzakirə olunan məsələlər nədən ibarətdir? Biz dəfələrlə həmin o absurd məsələləri burada səsləndirmişik, fikirlərimizi bildirmişik. Lazımsız qanunlar, lazımsız ifadələr və yaxud da ayrı-ayrı fərdlərin, deputatların lazımsız absurd ifadələri millətin, xalqın sinir sisteminə toxuna biləcək, əsəblərinə toxuna biləcək və yaxud da təəccübləndirəcək ifadələrlə gündəmə gəlməsi. İndi isə qaydaq Səyyad Aranın səsləndirdiyi ifadəyə. Milli Məclisin deputatı Azərbaycan Respublikasının Milli Məclisinin millət vəkilinin statusuna sahib olan bir şəxs deyir ki, xalqın nümayəndəsi təhsil almayıbsa, elə 300-400 manatdan da işləməlidir. Ailəsini dolandıra bilməməlidir. Baxın, görün, bir deputatın ifadə edəcəyi bir fikir bundan ibarət ola bilərmi ümumiyyətlə? Bir deputat xalqına qarşı, insanlarına qarşı bu qədər mi qərəzli ola bilər? Bu qədər mi mənfi bir fikirdə ola bilər? Bu o deməkdir ki, ölkədə hər bir kəs ali təhsil almalıdır. Yaxşı, ali təhsilə bu cür üstünlük verirsinizsə, niyə təhsildə olan problemləri Milli Məclisdə səsləndirmirsiniz? Niyə təhsildə olan problemləri gündə işıqlandırmırsınız, əgər təhsilə belə önəm verirsinizsə? Yaxşı, əgər hər kəs ali təhsil almalıdırsa, 300-400 manat maaş alan insanların günahı özlərindədirsə, yaxşı, ali təhsilli kifayət qədər işsiz insanlar var və yaxud da təhsilinə uyğun iş tapa bilməyən, məcbur xaricə köçüb gedən insanlar var. Bəs ona nə deyirsiniz? Öz sahəsinə uyğun işləyib də, yenə də 300-400, maksimum 500-600 manat maaş alan insanlar var. O haqda niyə danışmırsınız, hörmətli Səyyad müəllim? Ali təhsil alıb da başqa ölkələrə gedib işləyən, orada yüksək əmək haqqı alan insanlardan niyə danışmırsınız Səyyad bəy? Görürsünüz, bu insanların əksəriyyətinin düşüncəsi bundan ibarətdir ki, biz hər nə desək belə, biz hər nə ifadə səsləndirsək belə, millət günahkardır. İnsanlar günahkardır. İnsanlar elə bu formada yaşamalıdır. İnsanlar elə bu formada da ömrlərini başa vurmalıdır. Onlar maksimum 500 manat əmək haqqı almalıdır. Onlar maksimum elə gün ərzində 14-13 saat işləməlidir. Bu insanların əksəriyyəti bu xalqa sanki qənim kəsiliblər. Bu xalqın heç bir inkişafını istəmirlər. Bu xalqın heç bir tərəqqisini istəmirlər. Nə deyək? Ümid edirəm ki, elə bir zaman, elə bir vaxt gələr ki, bu cür düşüncədə olan deputatlardan bu xalqın tez bir zamanda canı qurtarar inşallah.